Chennai Ekspresi. Gəlin əvvəldən başlayaq. Uşaqlıqdan bu evdə nənəm və babamla yaşayırdım. Həm də valideynlərimlə. 8 yaşım olanda valideynlərim öldü. Məni nənəmlə babam böyütdü. Elə qəşəng uşaq idim ki, adamlar mənim yanaqlarımı çimdikləyib deyirdilər. Ne şirin uşaqdır. Şirniyyat işi ilə isə babam məşğul olurdu. Və şirniyyatlar. Mumbayda onun çoxlu mağazaları var idi. Qardaşım, zəhmət olmasa 6 dənə kurasan və yarım kilo qızardılmış bamiyə verin. Qardaş, niyə? Niyə şirniyyatçı demirlər? Babam həmişə burnunu mənim şəxsi həyatıma soxurdu. Bəzən vaxtsız zəng eləyirdi. Bəzən də qəfil peyda olurdu. Mənim kimisə sevmək şansım yox idi. Onu görə də evlənmək söhbətim heç vaxt getmirdi. 6! Görürsən Saçın necə oynayır? Görürsən? Mənim babam Saçın üçün ölürdü. Amma həyatında heç vaxt ölüm sözünü eşitmək belə istəmirdi. Vaxt gelirdi, amma o ölmək bilmirdi. Qohumlarının çoxu xaricə köçüb getdi. Sonra 2013-cü il gəldi. Babamın 100 yaşı tamam olurdu. Qohumlarımız yenidən bizə yığıldı. Həyatımda babamdan başqa əlavə 2 problemim də var idi. Dostlarım Bobby və Salim. Salam Rahul. Salam. Goya'ya yığışırsınız? Goya? Baxa, 40 yaşım var, özünü yaxşı apar. Siz də öz işinizlə məşğul olun. Tamam, Yaxşı? mənə kömək eləyə bilərsən? Hə, gəlirəm. Ey, yenə nə 2 nəfərlik plan qurmuşsunuz? 2 nəfərlik? Yox, hamımız üçün. Rahul, bugün babanın ad günüdür amma biz sənə hədiyyə gətirmişik. Ha, gözəl qızlar olacaq. Hamısı da bizimlə gedir. Goa'da 6 gün 7 gecə keçirəcək. Hər şey həll olunur. Siz necə dostlarsınız? Bobby, bir həftəlik gedirik. Babam məni bir həftəlik buraxmayacaq. Kömək eləyə bilərsən? Gəlirəm. O axmaqdır. Elə sən də. Rahul, Nə, buraya gəl. Yaxın gəl, baban çağırır. Ey dostum, gəl məndən gedək. Baba, nə deyirsən? Mənə hədiyyə gətirmisən? Orada Vimal'la Reno da hədiyyə gətirib. Siz hələ onların hədiyyəsini açmamısınız. Onlar yatdı. Bizim kimi deyirlər. Mənim 100 yaşım tamam olur. Sənə çox vacib söz deyəcəm. Onlarla yalnız qohumuq. Sənsə məni sevirsən. Ona görə də sənə lazımam. Mən ölənə qədər sənin qayğına qalacağam. İndi oturub fikirləşirdim. Nə danışırsan baba? Görəsən mən öləndən sonra sənin aqibətin necə olacaq Rahul? Niyə mən yenə ölümdən danışıram, hə? Hələ tezdir, nə yaşım var, cavanam. 25 ildən sonra bu barədə danışarıq. İndi isə göstər. Göstər görüm də. Oyda. Bu dəyənəyin üstündə Saçın Tendulkarın imzası var. Xətdən kənara vur. Nə durub baxırsan? Baba, Rahul'un ağlına bir fikir gəlib. Bəlkə Goa'da şirniyyat mağazası açaq. Gol. Tez ol, gol vur. Biz orada əla yer gözaltı eləmişik. Nə deyirsiniz, hə? Rahul oraya gedib müqavilə bağlayaq. Hə? Nə deyirsiniz? Gedin, əla. Yaxşı. Hə, Saçın, nə durmusan? Topu xətdən keçirt. 6. Saçın 99 hal yığdı. Saçın 99 hal yığdı. Saçının 99 halı var. O 99 halla oyundan kənarlaşdırılır. Nənə, nə olub? Saçının 100 xal yığmadığına görə belə qışqırırsan? Gələn dəfə yığar. Baba. Babamla Saçın üçün 99 rəqəmi uğursuz oldu. Məndə qəribə hisslər var idi. Amma sonra bir şey oxudum. Hər bir insanın ölüm günü o doğulmazdan əvvəl müəyyən olunur. Fikirləşdim ki, nə olmalıydısa o da oldu. Biz buna mane ola bilmərik. Nəticədə babam Hindistana radio gələndən Twitter gələnə qədər yaşadı. Uzun və mənalı həyat keçirtdi. Məhz bu anda mən qərar qəbul edim. Biz Goa'ya gedirik. Nənəcan, istəyirəm həyatımda daha çox iş görüm. Ürəyimcə olan işlərlə məşğul olmaq istəyirəm. Mən bu biznesdən məşğul olmaq istəmirəm.
Və şirniyyat. Nənə, mənim arzum var. Öz yaşıdlarımdan çox gerdə qalmışam. İndi istəyirəm dünyanı görüm, oxuyum. Öz həyatımı yaşamaq istəyirəm. İstədiyim kimi, xahiş eləyirəm. Rahul, şəxsi mülkiyyətin sahibi olmaqla öz arzularının da sahibi olmusan. Həyatını istədiyin kimi yaşaya bilərsən. Sənə kim mane ola bilər? Amma qulaq as, mənə bir yaxşılıq eləməlisən. Eşidirsən? Eşidirəm, nənə. Babanın sonuncu arzusu var idi. O istəyirdi, öləndən sonra külünün yarısı Qangaya axıdılsın. O biri yarısı isə Rameşvarama axıdılsın. Rameşvarama? Hə, mən acı ilə bir yerdə bir hissə külü Qangaya axıdacam. Amma külün o biri yarısını Rameşvarama aparmalısan. Amma nənə, mən... Hə, sən bu babanın sonuncu arzusu olub. Onu yerinə yetirməlisən. Dostum, Rameşvaram Hindistanın kənarında yerləşir. Oraguanın tam əks istiqamətindədir. Bir dəqiqə, ver onu bırak, ver görüm, ver. Ha? Goa'nın suları Rameşvarama axıb dökülür, düzdür? Nə demək istəyirsən? Demək istəyirəm ki, Rahul, əgər babanın külünü Goa'nın sularına töksən, axın onu Rameşvarama aparacaq. Elə deyil, düz ora aparacaq. O necə olur, hə? Gör, Goam hardadır, Rameşvaram Ha, hardadır. bax, Goa buradadır. Rameşvaramsa... Deməli, Biz Goa'ya gedirik. Hə, Rahul. Bobby, planlar dəyişir. Nə? Goa'ya getmirsən? Əlbəttə gedirəm. Amma nənəmi aldatmaq üçün qatarla getməliyəm. Başa düşdün? Nə dedin? Dostum. Nənəm məni ötürmək istəyir. Odur ki, yaxın 2 saat ərzində istənilən qatara bilet alıb minib gedəcəm. Amma Kalyan stansiyasında düşəcəm. Siz məni məhz orada gözləyərsiniz. Oradan şosa ilə gedərik. Bu o deməkdir ki, biz Goa'ya gedirik. Ups. Gedək, babacan. Ey, Chennai Ekspresi? Hə, Chennai Ekspresi. Bildiyimə görə Chennai Ekspresi Rameşvarama getmir. Məyər başa düşmürsən, nənə? İstəyirəm babamla bir yerdə daha çox vaxt keçirim. Ona görə də uzun yolla getməyi qərarı aldım. Chennai'da çıxacam və şosə ilə, yolla Rameşvarama gedəcəm. Rahul, bilirsən niyə babanın külünü özüm Qangaya aparıram? Çünki burada heç kimə inanmıram. Amma sənə tamamilə inanıram. Bilirəm ki, sözünün üstündə duracaqsan. Babanın külünü Rameşvarama aparacaqsan. Nənəmə yalan dediyim üçün özümü pis hiss eləyirdim. Amma mən yalnız yalan dedim. Alo, hardasan Rahul? Biz Kalyandayıq. elə indi nənəmlə sağollaşıb qatara minmişəm. Gözləyin. Hey! Ora bax, Rahul gəldi. Hey! Hey dostum! Salam uşaqlar. Salam. Necəsiz? Rahul, hardaydın? Ha? Qatar keçdi. Elə indi gəldim. İndi yaşlıca gəzib küllənərik. Əla. Küllənərik? Kül? Nə olub? Məni babamın külünü, onun... Rahul! Ey, Rahul. Babacan! Rahul! Minama. Belə şey olar. Gözümüzdən yayınan kimi... Siz düzgün eləmirsiniz. Nəyin yaxşı, nəyin pis olduğunu bizə öyrətmə. Bağışlayın. Niyə dalaşırsınız? Adamlar qatara gecikir. Amma mən sizə görə platformaya gecikdim.
Minama! Sakit, əsəbləşməyin, əsəbləşməyin. Hay. Salam. Bura mənim yerimdir. Mənim yerimdir. Olar? Çox sağ olun. Uy. Bağışlayın. Uy. Üzr istəyirəm. Bir dəqiqə, indi çantamı çıxararam. Bir dəqiqə, oturum. Bağışlayın. Mən biraz kökəm. Bağışlayın. Üzr istəyirəm. Mənim telefonumdur. Alo, Hardasan Rahul? qatardayam. Qatardasan? Düşə bilmədim. Gəl, belə eləyək. Məni Karcar stansiyasında gözləyin. Mənə görə narahat olmayın. Maraqlı insanlarla oturmuşam və heç də darıxmıram. Aferin dostum. O üzbəüz oturub. Qəşəng saçları var. Hələ dodaqlarını demirəm. Əgər gözlərini görsəz. Bədəninin bütün hissələrini sadalayacaqsan. Ayağında ayaqqabı var. O Hint dilində başa düşmür. Ey, dayanın, o mənə baxır. Yəqin gözləri ilə mənə olan sevgisini ifadə eləmək istəyir. Dostum, sən bir yoxla, bəlkə kördür. Kəs səsini. Amma vaxt keçdikcə mənim eşqimdən kör ola bilər. Yaxşı, qulaq asın. Növbəti stansiyada görüşərik. Mən isə çalışacağım onu valeh eləyim. Bəlkə o da mənlə gəldi. Bilmək olmaz. Rahul. Yəqin bu adı eşitməmsən. Telefonu ver. Nokia Lumia 920'dir. Üzən linzalar texnologiyasından istifadə olunur. Naqilsiz cərəyan yığır. İmkanları genişdir. Əla telefondur. Ona görə də 34.249 rupi qiyməti var. Çox bahalıdır. Telefondan istifadə eləmək olar? Əlbəttə olar. Minama, səni gözdən qoyan kimi telefon götürürsən. Bu nə deməkdir? Neynədiniz? O mənim telefonumu idi. Dostlarım məni gözləyir. Onlarla necə əlaqə saxlayacağam? Onun düz 35.000 qiyməti var. Yaxşı, 34.249 rupi. Sizə göstərərəm. O mənim telefonumu idi. Mənim! Minama, o nə deyir? Nə? O deyir ki, onun telefonunu tulladınız. Bəxti gətirdi ki, mən bunu bilmirdim. Yoxsa özünü telefonunun dalıca atardım. Nə mırıldayırsan? O mənə nə deyir, hə? Nə deyir? Deyir bilseydi ki, o sənin telefonundur. Sən də onu dalınca atardı. Hə, doğrudan? Nədir, atan buranın böyüyüdür? Məni qorxudursuz? Hədə qorxu gəlirsiniz? Sizə göstərərəm. Minama. Bəsdir. Qutarın. Məni elə səbləşdirdiniz ki, indi. Oturacağım. Oturdumsa bu demək deyil ki, dura bilmərəm. Amma ayağa durdumsa, yenə də otura bilərəm. Mobil telefonuna görə də sizi bağışlayıram. Bütün mobil şirkəti satın ala bilərəm. 4-ünü, hətta 5-ni də. Mənim pulum çoxdur. Aç həriflər. Aydındır? Biletləri verin. Biletlərinizi göstərin. Yoxdur. Necə yəni yoxdur? Biletləri. Biletlər yoxdur. Ha, biletləriniz yoxsa heç yerə gedə bilməzsiniz. Cərimə ödəməlisiniz. Mənim biletim var. Buyurun. Bax, buna bilet deyirlər. Biletiniz yoxsa cərimə ödəyin. Bildiniz, haradansınız? Hara gedirsiniz? Mənə qulaq as, nəzarətçi. Bu quldurlarla ehtiyatlı ol. Şübhəli adamlardır. Hə? Onların hər birinin uzun, çox uzun xəncəri var.
Qızı güclə harasa aparırlar. Odur ki, ehtiyatlı ol, səni də aparmasınlar. Hey! Durun. Durun gidelim. Tez. Sürüşün. Hey! Özün ölmüş bil. Ay, sən eləsən. Canın qurtardı. Sizsə həbsxanada King Kong oynayarsınız. Elə özünüz də King Kong'a oxşayırsınız. Nə ey? Hey! Adi adamın gücünə qiymət verməyi öyrənin. Gəlimi ödəyəcəksən? Bura bax, Minama. İndi səni mən qoruyacağım. Nəzarətçi yanımızdadır. Gediş hakkını İndi verin. görərik onun əlindən necə yaxa qutaracaqlar. Bəsdir! Qutarın! Məni bugün elə əsəbləşdirmişsiniz ki... Gedim oturam. Ne oldu müğənni? Oxudun, oynadın. İndi Chennai Ekspresi senin doğma evin olacak. İndi istəyirsən qışqır, istəyirsən ağla. Qatardan heç yerə qaça bilməyəcəksən. Minama. Nəzarətçinin başına gələn hadisənin şahidi oldun. Yeganə şahid sənsən. Ona görə də Chennai Ekspres'te bizimlə bir yerdə kəndimizə gedəcəksən. Chennai Ekspresində. Get on the train, baby. Bütün romantik filmlərim külə döndü. Qoya gedirdim ki, külü çaya atım, əvəzində isə nəzarətçini çaya atdılar. Dostlarım daim mənə zəng eləyirdilər, amma mənə zəng çatmırdı. Çünki 35 min rupili telefonum yola atılmışdı. Yaxşı, onun qiyməti 34.249 rupi idi. Amma bunun heç bir fərqi yoxdur. Chennai Express. Chennai Express. Get on the train, baby. Get on the train, baby. Get on the train, baby. Dur buradan, yatmaq istəyirəm. Yok şu, yat. Periana, Ha. növbəti stansiyada düşüb yemək alarsan. Acmışam. Yaxşı bacı. Minama. Bu nə deməkdir? Heç nə başa düşmürəm. Səni uğurlayan adamlara acıqlanırsan. Onlar səmirlərini sözsüz yerinə getirirlər. Çaşıb qalmışam. İndi hər şeyi başa salaram. Çox sağ ol. İcazə ver əvvəlcə özümü təqdim edeyim. Hə. Mənim adım Minalochni Asxa Qusumdaramdır. Durgeşvara Asxa Qusumdaramın qızıyam. Kumban rayonunda atam çox hörmətli adamdır. Aydındır. O, Peritale idi. Yəni, müəllim. Yox. Don. Bu 4 nəfər mənə tabe idi. Tabidir. Yəni, sözümə qulaq asır. Sözünə qulaq asır, başa düşdüm. Çünki onlar atamın baş kəsənləridir. Baş kəsənləri, baş kəsənlər? Amma narahat olma, onlar mənim əmin olanlardır. Əmin olanları? Oy, becərlər? Ayıb olsun. Elə niyə deyirsən? Bağışda. Atam onları göndərib ki, məni uğurlayıb kəndə qaytarsınlar. İlahi. Deməli, sənin atan Cənubun xaçıdasıdır? Hə. O məni ərə vermək istəyir. Ərə vermək? Evləndirmək. Hə, evləndirmək. Tanqaballi ilə. Nə? Tanqaballi kimdir? Ona görə də mən evdən qaçmışam. Başa düşmürəm, bu nə deməkdir? Tanqaballi atamın dostunun oğludur. Aydındır. Əgər biz evlənsək, dostunun kəndi atamın olacaq. Aydındır. Onda atam 2 qat güclü olacaq. Çox yaxşı. Ona görə də atam məni ərə getməyə məcbur eləyir. Amma mən ərə getmək istəmirəm. O bunu başa düşmür.
İndi aydın oldu. Yox. Yox, yox. Atan sənin. Baş kəsənlər sənin. Toy da sənin. Bəs mənim günahım nədir? Səni uğurlayıblar, problemim var. Kumban kəndi də sənindir. Bunun mənə nə dəxli var? Hə? Məyər səni mən qaçırtmışam? Yox, Minama, yox. Cəmaat göyə çərpələn yatır. Sənin baş kəsənlərinsə nəzarətçi ilə mənim telefonumu atdı. Mən rahatca Qoya gedirdim. Qoyaya gedirdim. Qoyaya gedirəm. Bəs nə oldu? Çana ekspresinə mindim. Ağlım haradaydı? Bütün həyatım cəhənnəmə dönüb. Məhv olmuşam. Elə bil yaşamıram. Mən gecə qaçmaq qərarına gəldim. Səhər ayılanda gördüm ki, biri oturub gözünü mənə zilləyib. İstəyirsən? Yox. Singapuram dəmir yolu, polis şöbəsi. Olar çıxım? Oh yeah. Yox, çıxmaq istəyirəm. Axmağım biri bu cür dadlı yeməkdən imtina elədi. Cənab müfəttiş, ayılın, sabahınız xeyir. Cənab müfəttiş, məni 4 əmi oğlu uğurlayıb, xahiş eləyirəm, onları həbs eləyin, onlar cinayətkardır. Periyana! Çağırmısınız, sir? Bu mən deyən adamlardır. Qulağıma toyuq kimi qaqqıldayan xoruz səsi O gəldi. nə deyir? Dedi ki, qulağıma toyuq kimi qaqqıldayan xoruz səsi gəldi. Geçmə, sir. Yoxla gör burada yeməyə nəsə var. Yaxşı. Minama, polis rəisi kömək eləməkdənsə, Bura mənim atamın ərazisidir. Atam polisə kömək eləyir. Nə? Necə? Ona görə də burada heç kim əmim oğlanlarına söz deməyəcək. Deməli, mənim başıma hər cür hadisə gələ bilər, hə? Hə, Deməli, mən burada ölə də bilərəm? Hə? Nə soruşuram? Hə, deyirsən. Ölən adama demək olmaz ki, ölürsən. Heç olmasa mənim xətrimə de ki, mən xilas olacağım, nə olar de. De ki, xilas olacaqsan. yaxşı. Sən xilas olacaqsan. Yüngülləşdin? Yüngülləşdim. Mənim külümü babamın külünə əlavə eləyəcəklər. Axı niyə? Niyə sənə əlimi uzatdım? Əlini uzatdın? Mən təzəcə xilas olmuşdum. Bəs o 4 nəfərə niyə əl uzatdın, hə? Bilsəydim qardaşların cinayətkardır, onlara əlimi yox, yumruğumu uzadardım. Yer gəlmişkən bütün problemlər sənə görədir. Mənim həyatıma girəndən bəri bütün həyatım məhv olub. Nə? Məhv olub. Mənimki də. Yaxşı. Niyə yanımda oturdun? Sən mənim yanıma gəldin. Gəl bunu araşdırmayaq, əsas məsələyə keçək. Buradan qaçmaq üçün bizim çıxış yolumuz var. Xahiş eləyirəm, de, nə olar? De. Hə, var. Hansı? De. Amma sən mən deyən eləməlisən. Eşitdin? Güya bu vaxta qədər mən deyən olurdu. Razıyam. De görək, nə eləmək lazımdır? Kumbanda, atamın qarşısında səni nə desəm, Yaxşı. kəllənlə razılıq bildir. Yaxşı, nə ilə? Kəllənlə. Hansı kəlləmlə?
Başınla. Hə, aydındır, başımla. Bax belə, razılıq bildirəcəm. Başımla, bax belə. Hə. Dosa ye, idli ye, başınla razılıq bildir. Dosa ye, hər şey yaxşıdır, yaxşıdır, narahat olma. Chennai Ekspresində gedirik. Hey, maşinist, sür git. Bu kimdir? Atam. Özünü niye uşaq kimi aparırsan? Evdən qaçmaq nəyə lazım idi? Bu kimdə özünlə gətirmişsən? Tangavaliyərə getmək istəmirəm. Məni atasını inandırmağa çalışırdı. Atası ona təəccüblə qulaq asırdı. Mən başqasını sevirəm. Kimi? Mənsə, mən də sizin kimi heç nə başa düşmürdüm. Ata, o da məni sevir. Düzdür? Kəllə ilə razılıq vermə planı az qala kəlləmdən çıxmışdı. Bu reaksiyonu görəndə bir şey dəqiq başa düşdüm. Tezliklə kəlləmi kəsib atacaqlar və daha razılıq verə bilməyəcəm. Mənə də görüm, Tamil dilində danışa bilirsən? Tamil dilini bilirsən? Atan anam barədə nə isə dedi? O soruşur ki, Tamil dilini bilirsən? Ata, o şimalda yaşayır. Mən ona Tamil dilini toydan sonra öyrədərəm. Bu oğlanı çiynlərinizin üstündə maşına aparın. Kəndə gedirik. Nə inirsiniz? Bırakın beni. Minema! El çəkin. Bura bax Minema. Elə bilirdim diz üstə sürünəcəm. Amma atanın adamları mənə əlləri üstə apardılar. Əvvəlcə qışqırırlar, sonra əl üstə aparırlar. Onlara nə dedin, hə? Cəmi 3 dəfə yalan dedim. Yalan demisən? Miss Subtitr, de görüm onlara nə demisən? Birinci yalan odur ki, biz birbirimizi sevirik. Nə? İkinci yalan isə, biz evlənmək istəyirik. Nə? Sən bunu təsdiq elədin. Hə, mən başımla bunu təsdiq elədim. Deməli, onlar razılaşdılar? Yox. Mən üçüncü yalanı deyəndə plan işə yaradı. Nə? Dedim ki, sən uşaqlıqdan şimalda yaşayırsan. Ona görə də Tamil dilini bilmirsən. Deyəsən, atam mənim yalanıma inandı. Ona görə də gələcəyimizi həll eləmək üçün bizi kəndə aparırlar. Hə, amma bu mənim gələcəyimi həll eləməyəcək. Tamamilə məhv eləyəcək. Mən bu işdə iştirak eləmirəm. Fikirləş, Raul. Əgər toyun baş tutmasa bilirsən nə olacaq? Hə, nə olacaq? Əvvəl dalınca 4 nəfər qaçırdı. İndi isə bütün kənd qaçacaq. Nə, bütün kənd? Əgər bu ssenarini mən yazıramsa, deməli hələ vaxtımız var. Axşam imkan olan kimi biz qaçacağıq. Qaçacağıq? Necə? Nə? Narahat olma. Qaçmaq məsələsində təcrübəliyəm.
Bu mənim ailəmdir. Minanın balaca ailəsini görəndə Çinin əhalisi yadıma düşdü. Mina yenidən Çenna Ekspresinin əhvalatını danışmağa başladı. Əhvalat prosesdə, təəssürat ekspresdə, mən depresdə, şuurumsa stressdə idi. Çünki mənim gəlib düşdüyüm yerdə vəziyyət həddindən artıq təhlükəli idi. Hamı mənə qulluq eləməyə çalışırdı. Amma qurbanlıq qoyunu da kəsməmişdən əvvəl ona qulluq eləyirlər. 9, 8, 9, 8, 2, 1, 3, 6, 9, 8, 2, 1, 3. Bobby mənə neçə dəfə dedi ki, dəbli nömrə götür. Mənim əlaqə yaratmaq istədiyim adamların nömrəsi birdən-birə beynimdən çıxdı. Mobil texnologiyalar bizi yaxınlarımızla birləşdirir. Amma elə bu texnologiyalar da bizi əsir götürür. Mobil telefonlar olmayanda mən bütün nömrələri yadda saxlayırdım. İndi mobil telefonum var, amma heç bir nömrə yadımda qalmır. Mina! Burada nə vaxt qaçacağıq? Mina! Məni saymırsan? Bəlkə bu tamaşanı qutaraq? Nə vaxta kimi? Kürəkən? Xoş gördük, ser. Qəhvə, mən qəhvə içmək istəyirdim. Qəhvə. Qəhvə gətir. Qəhvə gətir. Çox sağ olun, ser. Davam elə, işində ol. İşdə. Qəhvə? Zarafat eləyirəm, bu zarafatdır. Sinxa, bu məsələ ilə bağlı qərar qəbul eləmək lazımdır. Sərdar, buradadır. Gəlin qərarlaşaq. İstəməzdim qərar qəbul ediləndən sonra heyfistənim. Ona görə də biz yaxşıca fikirləşməliyik. Siz haqlısınız, amma Minəyə deyin ki... Sərdar Tamil dilində danışır. Həmin oğlanla... O, bir dəqiqə, ser. Salam. Xoş gördük. Deməli, Rahul sənsən, hə? Məni necə tanındınız? Polislərin işi budur. Cəsədi tanımaq. Cəsədi? Amma mən... Yox, amma olacaqsan. Tanış olaq. Mən Pəncabda müfəttişəm. Samşir. Yaxşı, bəs hansı bölgə üzrə? Bölgə? Nə bölgə? Mən bütün vücudumla bu rayona cavabdehəm, dostum. Sənsə qoçaq oğlansan, çox qoşaqsan. Tangavali ilə qarşılaşacağını bilə-bilə Minamaya vurulmuşsan. Afərin sənə. Yox, elə deyil. Bu adamlar məni düzgün başa düşməyib. Əslində bu adamlar məni tələyə salmaq istəyir. Onlar səni çərçivəyə salıb divardan asmaq istəyirlər. Şəkilin üstündə isə əklil qoyacaqlar. Əkil? Yox, ser, bu qanunu pozmaq deməkdir. Qanun? Bu haqda o qıza vurulmazdan əvvəl fikirləşəydin. Dikkat! Tangabali gəlir! Tangabali, gizlən! Eşitmişəm bu dəfə Mina özü ilə bir nəfər gətirib. Nə eləmək olar? Bura bax, o nə deyir, hə? Tangavali sənin haqqında soruşur. Bəs atası nə deyir? Deyir ki, Mina sənə qoşulub qaçıb. Bir yerdə qaçmısınız. Yox, bu belə deyil. Axı mənim Mina ilə evlənməyim həll olunmuşdu. Haqlısan. Bu barədə bir şey deyə bilmərəm. Bəs indi nə deyir? Deyir ki, o Mina ilə evlənmək üçün Tangavalini seçmişdi. Amma nə eləmək olar? Mina səni sevir. Yox. Hə? Mən bura gəlməmişəm nəyin düz, nəyin səhv olduğunu araşdırım. Söhbət mənim nüfuzumdan gedir. Bəs indi nə deyir, hə? Atası deyir ki, biz bu məsələni sülh yolu ilə həll eləyə bilərik. Yaxşı, bəs uzun nə deyir? O deyir, məsələ nəyin düz, nəyin səhv olduğunda deyil, onun nüfuzundadır. Məsələ onun nüfuzundadırsa, onda niyə mənə tərəf gəlir? Bilmirəm. Sərdar, narahat olmayın, mən buradayım. Salam.
Mina bu cırtdana vurulub. Hə, Bura bax. hər şey normaldır, özüm həll eləyəcəm. Özünü qəhrəman hesab edirsən, ha? Sən sakitcə ona qulaq as. Söhbət edirik, o məndən zarafatlaşır. Əgər əsl kişisənsə, onda gəl məndən vuruş. Hə, sənin kimi mən də kişi cinsindənəm. Təkbəkdə döyüşdə hər şeyi həll eləyək. Qalib gəlsən, Mina sənindir. Mən qalib gəlsəm, o mənim olacaq. Nə deyirsən, danışdı? Hə, dostum. Neynirsən? Boyu çox uzundur. Sən neynirsən, hə? Neynirsən? Ona deyir də. Neynədin, hə? Başa düşmədim Sərdar. De, narahat olma danış. O səni döyüşə çağırdı. Nə? Siz bugün akşam onunla vuruşacaqsınız. Nəyə görə? Kim qalib gəlsə Mina onun olacaq. Niyə? Hə? Çünki sən onun döyüş təklifini qəbul elədin. Mən Tamil dilini başa düşmürəm. Eləcə başımı əyirdim. Axı niyə? Bax ha, gecikmə. Yaxşı. Qaçmağa da cəhd göstərmə. Heç vaxt, ser. Yoxsa səni tikə-tikə eləyəcəm. Söz verirəm. Hə, səni başa düşdüm. Narahat olma dostum. Hər şey yaxşı olacaq. Niyə onun dediyini mənə əvvəldən tərcümə eləmədiniz? Çalışdım deyib. Yox, şükür ekan. İndi baxarıq. Nəyə baxarsınız? Görərik kim daha güclüdür. Kimin gücü daha çoxdur? Qalib gələn kim olacaq? Kimdən çoxdur? Mən güclü deyiləm. Axı o... Boy! Rahul, Minama, otur. bilirəm bizim problemimiz var. Problem? Axşam o yekəpər kəllə vuruşacam. Mən ölə bilərəm. Atansa hansımızın güclü olduğunu bilmək istəyir. Güclü? Hə, güclü. Bura bax Minama, mən dəli olacam. İndi havalanacam. Neynəmək istəyirsən Rahul? Özümü öldürəcəm. Səhər içib özümü Çennay Ekspresinin altına atacam. Qatar məni basıb keçəcək. Rahul, Nədir, nə istəyirsən? bərbəriyə düşmə. Axı onlar çoxdur. Mən plan quracam. Axşama qədər qaçarıq, yaxşı? Oğlan qorxunçdur. Mən qorxuram. Özünü normal apar. Normal, amma o... Normal apar Rahul. Yaxşı, Mən plan yaxşı. quracam. Mən sakitəm. Qumbaranı cibimə qoyursunuz, hələ deyirsiz sakit ol. Yaxşı, mən sakitəm. Salam, hər şey yaxşıdır. Minama, orada adam çoxdur. Hamı sizin döyüşünüzə hazırlaşır. Hə, amma bu qədər adamın əlindən necə qaçacağıq, hə? Narahat olma. Planım hazırdır. Hazırdır. O nə plandır? Çıxanda özünü normal apar. Mən normalam. Normal. Yaxşı, Vaxtı gələndə sənə işarə verəcəm. yaxşı. Onda biz qaçacağıq. Başa düşdüm, aydındır. Əgər işləri korlamasan. Bırak. Ay, İşləri körlamayım. Olmaz. Uşaqlar, xoruz gəlir. Özü də yarı pörtləmiş vəziyyətdə. Normalam. İşləri körlamayacağım. Ey Minalochna, qulaq as. Minalochna, qulaq as. Bu nə addır? Sənə başqa ad qoya bilmədilər. Mən dincəlməyə gedirəm. Sənsə hər şeyi körladın. Yox, mən daha başımla işarə eləməyəcəm. Hey, küpün sahibi, niyə motosiklə minmisən? Gəzmək istəyirsən? Sənin külünün ucbatından mən özüm də külə dönəcəm. Babacan, sənin külünü Rameşvaranda yox, Goada tökmək istəyirdim. Bəs nə oldu? Buna görə mənim üçün plan qurdunuz? Nəyə görə? Niyə başıma bu oyunu gətirdin? Hey, dostum! Al, saxla görüm. Nədir? Məni qorxutmaq istəyirdin? Hə? Silahı üzmə dirəmişdin? Bax, gör indi sənə nə göstərəcəm. Hə, gördün? Belə bacararsan? Yox, yox. Çünki piylənmiş donuz boydasan. Gömbulsan, gömbul, gömbul, gömbul. Öküzün biri öküz. Hə? Sən də buradasan? Gəzdə. Mənə hədə qorxu gəlirdin? Hə? Bıçağı boğazıma dirəmişdin.
Bir dəqiqə. Belə bacararsan? Ha? Bacarmazsan. Odur ki... bas! Mr. Durgeshvara Azara Vara Sandram. Tamil mənim doğma dilim deyil. Bu dili başa düşmürəm. Hakim olmaq fikrindəsiz? Mənlə Tango'nun döyüşünə baxacaqsınız? Hanı Tingo? Ha? Haradadır o? Oh! Tingo! Hə, başlayaq. Cəllad kimi qara niyə geyinmisən? Mənlə vuruşacaqsan? Niyə? Hə? Sən böyüksən, mənsə balacayam. Yaxşı. Gəl vuruşaq. Amma əvvəlcə gör mən neyniyəcəm. Hey, Tango, sən belə bacarırsan? Tutun o sırttanı. Tango Bali, sən belə bacarırsan? Hey, sənə nə olub? Nə olub sənə? Sən heç lassi içmisən? Las içib bu hala düşmüsən? Dur ayağa görəm. Qalk. Ləzzət elədi. Özünə gəl, dur görüm. Ehtiyatlı ol, yavaş. Yıxılarsan ehtiyatlı ol, ayağının altına bax. Ehtiyatlı ol. Mən yavaşam. Yavaş. Yaxşıdır, Bura bax. qorxma. Gəl bura. Gəl, Mən yaxşıyam. uzan. Yat yuxunu al. Səhər birinci qatara min, aradan çıx. Başa düşdün? Birinci qatarla, çıx aradan. Baş üstə. Yadında qaldı? Həm də heç kimə demə ki, sənə mən kömək eləmişəm. Yaxşı? Bu sirdir. Hə, sirdir. Kənd cəmaatı bilsə, məni parça-parça eləyər. Yaxşı? Özdə yuxarı çıxma. Başa Uzan. düşdüm. Ay, zibilə qalasan. İlahi. Bu nədir? Cənab Sərdar? Hey dostum, orada nə axtarırsan? Hə? O sənindir. Hə, mənimdir. Yəqin içində partlayıcı maddə var. Yox, o mənim deyil. Daha doğrusu mənimdir, amma içindəki babamındır. Yəni babamın külüdür. İndi göstərərəm. Hey, tərpənmə. Dayan. Narahat olmayın. Dedim ki, dayan yerində. Yaxşı, sər. Dedim axı, mən qaçaqmalçı deyiləm, hindliyəm. Mənim adım Rahuldur və mən terrorçu deyiləm. Başa düşün, sər. Mən Mumbaydan gəlmişəm ki, babamın külünü çay axıdım. Vəssalam. Başqa heç nə. Polisə həqiqəti danışdım. Keçmişimi, səyahətə çıxmağımı, başıma gələn bütün qəribə hadisələri. Mənə qulaq asandan sonra baş sabit yalnız bir söz dedi. Deməli, Kumban səni tanıyır, düzdür? Salam, sər. Xoş gördük. Burada sizin kənddən bir oğlanı tutmuşuq. Açın görüm. Hey, dostum. Hə? Səni görməyə şadam. Adamların məni Mumbaya aparmaq istəyirdilər. Məni orada qoyub getdin. Qulaq asırsan, hansısa qaçaqmalçılarla Şri Lankaya gedib çıxmışdım. Başıma gəlməyən hadisə qalmadı. Nə danışırsan? Hə, belə də olur. Bəs nə Sakin ol. bilmişdin? Sus. Bir dəqiqə gözlə sus. Ora bax. Sir, o sizindir.
Mən getdim. Yox, yox, mən bura gəlmək istəmirdim. Nə edirsiniz? Tutun onu. Dostum, nə edirsən? Burax məni, burax. Nə olar, burax. Salam sər. Salam. O deyir ki, onu tanıyırsınız. O elə dedi. Doğrudan? Hə, tanıyıram. Çox yaxşı tanıyıram. Uşaqlar, bu ki bizim itmiş qohumumuzdur. Salam qardaş. Onu axtarmadığımız yer qalmadı. Niyə bizi atıb getdin? Adam da ailəsini atar. Qohumunuzdur. Deməli Hindlidir. Onda mən gedim, sən qal. Reis, məni burada atıb getməyin. Mən Şri Lankadanam. Mən Hindliyəm. Ay səni qorxaq bambalı. Aradan çıxdın, hə? Yox, yox, sir. Mən istəyirdim ki... Hey, çırtdan. Mən güclüyəm. Gücüm çoxdur. Ay yazıq, qorxdun? Yox. Qayıtmaqdan qorxmadı, hə? Mən yaxşı olanam, yaxşıyam. Hey! Hamınızı tikə-tikə doğrayacağım. Mənə toxunmayın. Heç kim tərpənməsin. Mənə yaxın gəlməyin. Gəlsəz onda mən özümü doğrayacağım. Yaxşı doğra. Ha? Nə? Sözünün üstündə dur. Mən Minanın başını kəsəcəm. Yox, dayanın. Yaxın gəlməyin. Uzaq dur. Rədd ol buradan. Yaxın gəlmə. Heç kim yaxın gəlməsin. Yoxsa onun boğazını üzərəm. Dayan. Yaxın gəlməyin. Dayan. Eləmə. Rədd olun. Bunu Heç kim eləmə. yaxın gəlməsin. Kimə deyirəm? Dayanın. Yol verin. Bunu Çəkilin. eləmə. Çəkilin. Axmaqlıq eləmə. Dayanın. Dayanın. Heç kim yaxın gəlməsin. Minama, qapını aç. Tez ol, qapını aç. Hey, tərpənməyin. Sür. Sən sür. Minama, indi neyniyim? İtələ onu, itələ. Cəhənnəm ol. Bağışla. Tutun onları. Tez ol, çıx. Tez ol, çıx. Əvvəlcə məni qoyub getdin. İndi də işin çətinə düşəndə məndən istifadə edib qaçmaq istəyirsən, hə? Belə dostluq olar? Hə, tez ol, çıx maşından, çıx. Çıxmayacağam. Bu maşın mənim atamındır. Çıxmasan, səni geri qaytaracağam. Kəndə gedən kimi sənə ərə verəcəklər. Amma mən ərə getməzdən əvvəl sən mərhum Rahul olacaqsan. Onda bir yerdə getsə yaxşıdır. Getdik. Rahul!
zibil. Ay səni. Ne oldu? Maşın xarab oldu. Yox, niyə elə fikirləşirsən? Bəs tüstü niyə çıxır? Maşın siqaret çəkir. Bilirsən niyə maşından çıxdım? Deyirəm bəlkə burada dayanıb Tanqabalini gözləyək. O gələndən sonra hamımız bir yerdə oynayarıq. La 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 la. Körsən? Atanın maşını sənin Hint dilində danışmağından da pisdir. Maşını xarab elədin. Buna maşın demə. Maşınları təhqir eləmə. Bu maşın bizi xilas elədi. Bu maşın deyil, arabadır. Atamın en çok sevdiği maşını idi. Kaç sakla. Tez ol. Bir dəqiqə, dayan yürüm. Dayan, bir dəqiqə. Rahul koyma suya düşsün. İndi onu saxlayaram. Dayan. Eğer atamın sevgili maşını batırsan atam başını kesecek. Yox. Dayan. Yox. Al tut. Götür Minama. Atanın sevimli maşını. Sözün açığı, problem sənin atanda deyil. Səndədir. Hara gedirsənsə, başına bir iş gəlir. Bəxtin gətirmir. Elə bil qara pişiksən. Qara pişikdən də pissən. Əgər qara pişiyin qabağından keçsən, o yazıq ölər. Onda niye benimle gelirsen? Mən səndən gedirəm, sən məndən gedirsən. Xahiş eləyirəm Minama, məndən əl çək. Gəl ayrılaq. Mən öz yolumdan gedim, sən də öz yolundan. Ela, benim için daha yaxşı. Yeri gelmişken sen kaçmak için düzgün yol seçmemişsen. Süper. Geri qayıtmaq için yalnız bir yol var. Bu yol Kumbandan geçir. Kumban, məni qorxudursan? Sən yanımda olmasan, hər işin ötəsindən gələrəm. Mümkün değil. Bura bax Minama, mənim lüğətimdə mümkün deyil sözü yoxdur. Doğrudan maraqlıdır bu lügəti hardan almışsan? Adi adamın gücünə qiymət verməyi bacar. Cəhənnəm ol. Mən elə bilirdim, daha heç vaxt Mina ilə görüşməyəcəm. Amma Tali mənə başqa sürpriz hazırlamışdı. Hey, dayan! Bu kimdir belə? Saxla, xahiş eləyirəm. Ha? Saxla. Salam, xoş gördük. Ne istəyirsən? Burada nə işin var Jolie? Yox, yox, mən Angelina Jolie deyiləm, kişiyəm. Adım Rahuldur. Mənə apararsan? Mumbay'dan gələn oğlan sənsən? Mənim barəmdə hardan bilirsən? Bütün cənub bölgəsi səni tanıyır. Ağdərli oğlan Tugeşvaranın qızı ilə maşına minib qaçıb. Bilirsən bizdə buna görə neynirlər? Ayaqmaq, neynəmsən? Bugün maşından qaçırsan, sabah adın qəzet başlıqlarında Yox, olur. mən istəyirdim. Şəkil, xəbərin yoxdur. Kənd cəmaatı əli silahlı səni axtarır. Tutan kimi başını bədənindən ayırıb darvazadan asacaqlar. Axmağın bir axmaq. Heç bunu fikirləşmirsən? O buranın hökmdarıdır. Sənin qaçdığın qızın atası buranın hökmdarıdır. Cənab, xahiş eləyirəm, mənə kömək eləyin. Xahiş eləyirəm. Busa. Yalvarıram. Əlbəttə. Kömək eləyin. Başım xaratdır sənə kömək Mən eləyim. Angelina Jolie'yəm. Dayan. Bunu işdən kimi yolun ortasında donub qaldım. Qarşımdakı yolu görürdüm. Amma başqa çıxış yolum yox idi. Yalnız birindən başqa. Minama! 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 Nədir? 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 Mənim yanıma qayıtdın. Gördün tək qalmaq nə deməkdir? Bir üzünə bax. Görürəm qorxudan rəngin ağarıb. Gedək. Heç nədən qorxma. Gəl mənlə gedək. Gəl. Gedək. Sen yine düz gitmişsen. Xilas olmak için oraya gitmeliyik. Orada ise Tangabali var. Minama, mən səni xilas eləyəcəm. Adi adamın gücünə qiymət verməyi bacar.
Bura qonşu kənddir. Gedək. Toy mərasimidir. Aydındır. Gərək çalışıb burada qalaq. Biraz vaxt tutarıq. Atamla Tanqabali sakitləşər. Onda niyə burada dayanmısan, Miss Subtiter? Get danış, tez ol. Əcəb işdir. Ged özün danış. Hə, əlbəttə, danışaram. Kuncut, Priya, Sapriya, po. Baban səyahətə çıxa bilər. Sən Marathi dilində danışırsan? Sən Tamil dilində danışa bilərsən, mən Marathi dilində danışa bilmərəm. Emin ama, get Tamil dilində danış. Hə, get. Hazırlaş, diqqət, getdin. Get. Buradan hər şeyi aydın görürdüm. Heç nə mənə şübhəli gəlmirdi. Amma hər şey şübhəli idi. Yalnız bir problemimiz var. O çox kasıbdır. Amma heç vaxt məni atmayacaq. Əgər ağzını bir dəfə yandırmısansa, ikinci dəfə suyu üfürə-üfürə içəcəksən. Bu dəfə onun dediklərini təsdiq eləmədim. Amma yolda elə yorulduq ki, onun başı fırlamağa başladı. Kənd cəmaatı Minanın sözlərindən sonra ikinci dəfə mənə baxanda, mən... Nə? İndi nə oldu? Nə olub? Dayanın! Nə istəyirsiniz? Nə olub? Onu əlinizdə aparın. Bu nə deməkdir? Ehtiyatda olun. Bəsdir! Yıxmayın, ehtiyatlı olun. Əl çəkin məndən! Aparın. Nə edirsiniz? Minama! Yenə başlandı. Bırakın! Minama! Tez olun, ışığı yandırın. Tez. Çarpaydan lazımsız əşyaları götürün. Onu yerə qoyun. Minama! Bu nədir? Nə olub? Yaxşı. Bax belə, ehtiyatlı olun. Yavaş. Ehtiyatla. Bax belə. Qoyun, bax belə. Bu yorğandı. Bu da gecə köynəyidir. Hər şey qonağımız üçündür. Əgər sizə nəsə lazım olsa, utanmayın, istəyin. Bizim qapılarımız yaxşı. həmişə sevən adamların üzünü açıldı. Çantanızı gətirdim. Hə, gəlin gedək evə. Qoy cavanlar tək qalsın. Gəlin. Çox sağ ol. Bilirsən, elə bil kinodayam. Yəqin bu kriminal komediyadır. Çünki hər dəfə adamlar üzümə güləndən sonra məni tuturlar. Sənsə Minama, zibil. Bu dəfə onlara nə yalan danışdın, nə? Dedim ki, biz evlənib qaçmışıq. Bu evlənib qaçma əhvalatının müəllif hüquqları səndədir? Başqa nə dedin, hə? İkinci yalanım o idi ki, heç vaxt məni atıb getməyəcəksən, heç vaxt. Heç vaxt. Sən də bu sözümü başınla təsdiqlədin. Bu nə deməkdir? Bu deməkdir ki, məni atıb getməyəcəksən. Hə, elədir. Sonra dedin ki, səyahət səni elə yorub ki, sənin başın fırlanır. Onda sən başını... Hə, başladım başımı fırlatmağa. Ona görə məndən belə davrandılar, hə? Deməli, səbəb məhz bu idi. Yox. Bu ona görədir ki, onlara qaçmağımızın səbəbini açıqladım. Dedim ki, atam bizim evlənməyimizə sənin kasıb olduğuna görə etiraz edir. Hə. Mən çox varlıyam. Hə, əlbəttə. Sənsə şirniyyatçısan. Kim sənə dedi ki, mən şirniyyatçıyam? Nə? Sən şirniyyatçısan? Yox. Mənə bax. Hə. Mən şirniyyatçıyam. Burada gülməli nə var ki, hə? Şirniyyatçı olmaq, mafiya başçı olmaqdan yaxşıdır. Aydındır? Odur ki, mumla. Gic bəsər. Yaxşı, çox gülməlidir. Gül. Deməli, mənim üçüncü yalanım düz idi. Çox gülməlidir. Sən burada mənə gülürsən. Atansa orada məni gülünc vəziyyətə qoyub. Qəribə ailəniz var. Məncə anan səni bax belə doğub. O da belə gülürdü. Mənim anam yoxdur. O ölüb.
Üzr istəyirəm. Bilmirdim. Bağışla, təəssüf eləyirəm. Anasız olmağın nə olduğunu bilirəm. Çox ağır dərddir. Niyə? Sənin valideynlərin Avtomobil qəzasında həlak olublar. Onda mənim 8 yaşım var idi. sən atasız, anasız böyümüsən. Bağışla. Yox, yox. Hər şey yaxşıdır. Valideynlərimin olmamasını hiss eləməmişəm. Çünki onların yerini nənəmlə babam tutdu. Xüsusilə də babam. Onu yaşadan mənim sevincim idi. Mənsiz bir dəqiqə də qala bilmirdi. Rahul apar, Rahul gətir, Rahul... O həmişə mənlə olub. Mənim babam. Amma Rahul, 50 il valideynlərsiz yaşamaq asan deyil. Bu çox çətindir. Hə, Minəma. Bu çox çətindir. Nə dedin? 50 il? Hə, Hə? Elə bilirsən mənim 50 yaşım var? Yəni mən belə qoca... məyər yox? Amma demək ki, yaşın 50-dən çoxdur. Başa düşdüm. Başa düşdüm. Çox şit zarafatdır. Bayağıdır. Səviyyəsiz söhbətlər aparırsan. Çox cılız adamsan. Mədəniyyətsiz. Yox, yox, Minəma. Yerdə yatmaq fikrindəsən? Bu yer mənim üçün deyil, sənin üçündür. Hə? Əgər çarpayda sənin yanında yatsam, özünə nəzarət eləyə bilməyəcəksən? Yaxşısı budur, səsini kəs. Mənim problemim var. Bəs mən nə deyirəm? Sən özünə nəzarət eləyə bilməyəcəksən. Bəsdir, boş-boş danışdın. Bu nə deməkdir? Sən sayıqlayırsan. Oo, dəcəllik eləyirsən. Xalan yadına düşüb? Mən çarpayda yatacağım. Çünki sənin ərinəm. Ərinəm. Başa düşdün? Ərin. Gəl Minəma, gəl yataq. Uzanıb yataq. Hə Minəma, gəl bura. Yaxşı, harda istəyirsən yat. Amma sonra demək ki, səni xəbərdar eləməmişdim. Gecə nə baş versə, mən cavabdeh deyiləm. Rahul, bugün sənə rahatlıq verməyəcəklər. Çünki arvadın özünə nəzarət eləyə bilmir. Səsini kəs. Yat ceyranım, gecən xeyrə qalsın. Yat. Tanqabali, mənə yaxın gəlmə, yoxsa səni təpikləyəcəm. Tanqabali, Bu nədir? yaxın gəlmə, səni təpikləyəcəm. Tanqabali, yaxın gəlmə, səni təpikləyəcəm. Tanqabali, yaxın gəlmə, səni təpikləyəcəm. Yaxşı. Sənə rəhm eləməyəcəm. Yaxşı, mən yerdə yataram. Tanqabali, Minəma! sənə rəhm eləməyəcəm. Yaxın gəlmə. Yaxın gəlmə. Yaxın gəlmə, yaxın gəlmə, yaxın gəlmə, yaxın gəlmə. Kömək eləyin! Kömək eləyin! Mina dəli olub! İfritə! Mina ağıl itirib! Dedim sənə. Dedim ki yanımda yatma. Mənim uşaqlıqdan problemim var. Yuxu görəndə təbii yatıram. Mən sənin üçün atanın motosikli deyiləm təpikləyəsən. Sən mafiya başçısının qızı deyilsən. Eşşəksən. Bağışla, gəl uzan. Heç vaxt sənin yanında yatmayacağım. Sən dəlisən. İfritə, küpə girən qarı. Cəhənnəm ol. Özün cəhənnəm ol. İfritə.
İşə bax, niyə belə bəzənmirsən? Gəzməyə gedirsən? Yox. Burada təzə evlənənlər üçün bir adət var. Adət? Ər arvadını qucağına alıb məbədin pilləkənləri ilə qalxır. Onlar inanır ki, bu ər arvad arasında olan əlaqəni daha da gücləndirir. Aydındır. Sən güclüsən? Adətlərə tamaşa eləmək üçün güc lazımdır. Tamaşa eləmək yox, yerinə yetirmək. Biz onlar üçün ər arvadıq. Yox, onlar bizi məcbur eləyəcək, hə? Hə, canımızı qutara bilməyəcəyik. Nə? Necə yəni? Məcburuq. Niyə məcburuq? Sən burada yaşamaq istəyirsən ya yox? Hə, istəyirəm. Onda məni qucağında aparmalısan. Ümid eləyirəm yıxmazsan. Minəma, deyəsən yadından çıxıb. Adi adamın gücünə qiymət verməyi bacar. Şirniyyatçının? Adi adamın. O məbəd hardadır? Hanı sizin məbədiniz? Hardadır? Minəma, məbəd hardadır? 300 pilləkən qalxandan sonra çatacağıq. 300? Hə, 100-cü pilləkəndə cənnəti görəcəm. Sənə nə olub? Adi adamın gücünə nə oldu? Minəma, xahiş eləyirəm. Bilirəm, sən məni 5-ci pillədə yıxacaqsan. Heç vaxt güclü adamın adiliyini qiymətləndirməyi öyrən. Daha doğrusu, adi adamın gücünü. Rahul, Tanrı sizin hislərinizin səmimiliyinin şahidi oldu. Mina, o səni aldatmadı. O qayğı çeşər olacaq. O, nə dedi? Dedi ki, sən ömrü boyu mənim qayğıma qalacağını sübut elədin. Bizim dinimizə görə bu adəti yerinə yetirən ər-arvad Tanrının köməyi ilə həmişə bir yerdə olacaq. Növbəti 7 həyatda siz həmişə bir yerdə olacaqsınız. Miss Subtitir, tərcümə elə. Deyir ki, onların dininə görə bu adəti yerinə yetirən ər-arvad Tanrının köməyi ilə növbəti 7 həyatda bir yerdə olacaq. Boş sözdür. Sindur olmasa adət yarımçıq qalacaq. Bəs indi nə istəyir? Deyir ki, sindur olmasa adət yarımçıq qalacaq. Nə? Bunu əvvəldən demək lazım idi. Deməli, hər şey əbəs yerə idi. Qollarım qırılır. Sizsə burada... Al, götür, çək. Çək. Bu onun üçündür. Çox sağ ol, xala. Sağ ol, xala.
Tanrı səni qorusun. Nə oldu? Sindursuz olmaz. Cəmaat bizə inanmaz. Gedək, biz hələ 300 pilləkən düşməliyik. İndi sən mənə kömək eləyəcəksən. Nə olub Rahul? Necə nə olub? Əşyalarımı yığıram. Niyə? Bu kənddə nə qədər qalmaq olar? Hə? Bəsdir minəma. Gəl, xoşluqla buradan çıxıb gedək. Yoxsa onlar məcbur eləyəcəklər, başqa adətlərdə yerinə yetirək. Yığış, gedirik. Yox Rahul. Əgər biz qaçsaq, kənd cəmaatı nə fikirləşəcək? Fikirləşəcək ki, biz qaçmışıq. Bu vacib deyil. Yığış, gedirik, tez ol. Rahul, söhbət kənd sakinlərinin hisslərindən gedir. Onların etibarından. Əgər bilsələr ki, biz ər-arvad deyilik, gələn dəfə kiməsə kömək eləyərlər. Axı başqaları da bizə görə əziyyət çəkə bilərlər. Mina. Məsələ bunda deyil. Bilirsən niyə getmək istəmirsən? Çünki görürəm, mənim arvadım rolunu oynamaqdan çox razısan. Qulaq as, Sinduru alnına çəkməyimi ciddi qəbul eləmə. Bu köhnədən qalan ayindir. Rahul! Sən yalnız özün haqqında fikirləşirsən. Bir dəfə də olsun kənd cəmaatının hissləri barədə fikirləşmirsən. Heç bilirsən, nənən sənə görə nələr çəkir? Mənə dedin ki, nənənlə baban sənin valideynlərini əvəz edib. Bəs sən neynədin? Babanın külünü neynədin? Rameshvaramı Guaya dəyişdin. Hə, dəyişdim. Bilirsən niyə? Çünki mənim hisslərim yoxdur. Pis insanam. Özdə çox pis. Hamı yaxşıdır. Sən, kənd cəmaatı, nənəm, babam pis insansa, yaxşıların içində olmalı deyil. Mən gedirəm. Bilirsən nə var? Qoy bu səndə qalsın. Sən yaxşısan, o da yaxşıdır. Hamınız bir yerdə yaşayarsınız. Mənimsə burada yaşamaq fikrim yoxdur. Aydındır? Xahiş edirəm, məni bağışla. Əsəb bir yana qalsın. Amma Minanı tək qoyub gedəndə özümü bir təhər hiss elədim. Geldin. Rahul, bu... Mənim işimə qarışmayın. Onda heç birinizdən işim olmayacaq. Hey, bizə hədə qorxu gəlmə. Səndən qorxmuruq, o bizim qonağımızdır. Qoymarıq onu incidəsən. Eşitdin? Onu vurmaq istəyən əvvəlcə məni vurmalıdır. Bildin? Məni! Yaxşısı budur, baş kəsənləri götür. Öz xoşunla cəhənnəm ol, get buradan. Rahul! Minama, düzlən, hərəqat, marş!
Bu qızı başa düşə bilmirəm. Yenə nə etmək istəyir? Həqiqətən, qadınlara heç kim başa düşə bilməz. Getdik. Al, götür. Bu Mumbaya biletdir. Bəs sən? Mən babamın külünü Rameşvara axtmağa gedirəm. İstəyirəm verdiyim sözü yerinə yetirim. Bilirsən Minama, bütün bunlar yalana görə başıma gəldi. Problemdən yaxa qutarmağın ən yaxşı yolu onunla üz-üzə gəlməkdir. Mina, mən yaramaz olsam da insanam. Sən düz dedin. Yalnız bir şeydən başqa. Mən səninlə Rameşvarama gedirəm. Nə? Dəli olmuşsan? Yox, bu düzgün deyil. Mən düz deyirəm. Nəyi düz deyirsən? Sən çox çətinliklə qaçmaq imkan tapmısan. Sən kənddə içib sərxoş olanda da qaça bilərdim. Onda qaçmadımsa indi niyə qaçmalıyam? Bu qəti fikrimdir Rahul. Mən səninlə gedirəm. Məni başa düşməlisən. Artıq qərar vermişəm. İmkan ver, istədiyimi eləyim. Xahiş eləyirəm. Bəlkə sən orada təhlükədə olacaqsan. Birdən Tanqabali ora Nə gəldi. olsun? Mən səni Tanqabalinin əlindən xilas eləyəcəm. Ona görə də səninlə gedirəm. Gülü sabah səhər çaya axıda bilərik. Gecəni harda qalacağıq? Bilirsən Minama, mənə elə gəlir ki, biz bu dünyanın dalınca qaçırıq. Həyatımız ən azından marafondur. Qaçırıq, qaçırıq. Nəyəsə nail olmaq üçün qaçırıq. Bir günsə hər şeyi itiririk. Hər şey gedir. Hər şey mənasızdır. Sabah biz ayrılanda sənin bütün problemlərin qutaracaq. Mən həmişəlik çıxıb gedəcəm, Rahul. Bir də səni narahat eləməyəcəm. Yeri gəlmişkən, hara gedəcəksən? Punaya. Orada uşaqlıq dostum yaşayır. Chitra.
Ora sənin üçün təhlükəsizdir. Demək istəyirəm, atının adamları, qardaşların, əmin oğlanları, onlar... Minama, gəl mənlə Mumbaya gedək. Orada mənim evim var. Nənəm də oradadır. Orada səni heç bir təhlükə gözləmir. Sonra nə istəsən, özün qərar verərsən. Yeni həyata başlayarsan. Birdən atamın adamları ora gəlsə? Hökümdar atan, ora sənin kəndin deyil, Mumbaydır. Pulun varsa, onda... Birdən atam soruşsa ki, mən sənin evində neyinirəm? Nə cavab verəcəksən? Sən deyə bilərsən ki, biz səndən... Bilirsən, sən və mən... Hər şey yaxşıdır. Rahul, biz hara gəlmişik? Biz bura gəlməliydik, Minama. Səni öldürəcəklər. Fikirləşmədin ki sən? Yox, Minama. Qərar verməzdən əvvəl yaxşı fikirləşdim. Axı, Rahul! Rahul! Rahul, mən buradan qaçdım. Nə qədər qaçacaqsan? Biz nə qədər qaçacağıq? Məyər sən özünə belə həyat arzuluyurdun? Salam, sir. Yəqin fikirləşirsiniz ki, niyə mən bura qayıtdım? Elədir? Ata, o... Lazım deyil, Minama. Bugün bizə tərcüməçi lazım deyil. O məni başa düşəcək. Çünki deyəcəyim sözlər ürəyimdən gəlir. Sizsə mənə ürəkdən qulaq asmalısınız. Özdə çox diqqətlə. Mister Durgeshvara Sir, siz Kumban kəndinin ən nüfuzlu adamısınız. Bu yaxşıdır. Çox yaxşıdır. Vacib olmaq çox yaxşıdır. Amma ən vacibi yaxşı adam olmaqdır.
Hə, hücum eləyin. Hamınız bir yerdə. Gəlin. Nə baxırsınız? Bəsdə. Daha vuruşmayacaq. Daha heç kim sənə toxunmayacaq. Heç kim. Mənim əzrələrim möhkəmdir. Amma sənin cəsarətin ondan da möhkəmdir. Sənə hörmətim artdı. Afərin. Sən bizə oxşayırsan. Əsl kişisən. Bizim aramızda olmağa layiqsən. Sən qalib gəldin. Get. Get Minanın yanına. O sənindir. Sən risk elədin. Bacardın. Xoş gəlmisən. Deyir ki, ömrüm boyu mənim qayğıma qalacağını sübut elədin. Deyir ki, onların dininə görə bunu yerinə getirən ər-arvad Tanrının köməyi ilə həmişə bir yerdə olacaq. Məni belə çox sevirsən? Rameshvaramdan sonra məni götürüb aparmalıydın. Niyə risk eləyib bura gəldin? Minama, adi adamın gücünə qiymət vermək öyrən. Şirniyyatçının? Şirniyyatçının. Sənə bir sual verəcəm. Başınla cavab verərsən. Mən səni sevdiyim kimi, sən də məni sevirsən.
Minalochni. Mənə ərə gələrsən. Məni atanın motosiklini oxşadıb təpikləyəcəksən. Yox. Deyirlər, bizim ölkədə 1635 dil var. Amma indi bildim ki, ən əsas dil sevgidir. İnanın mənə, sevginin dili yoxdur. Adi adamın Kumbanın qəhrəmanına çevrilməsinin səbəbi isə mənim babamdır. Bu onun sayəsində oldu. Mənim babamın. O mənə tapşırdı ki, külünü Rameshvarama axıdım. Hər şey əvvəldən həll olunmuşdu. Səhv mindiyim Chennai Ekspresi isə mənə düzgün yol göstərdi. Bugün Rahul Minaya deyəcək: sevən insan sevgilisini alıb aparır.